Günahlar barəsində sahabələrdən olan Abdullah ibn Abbasdan rəvayət edilir ki, o belə nəsihət etmişdir və asiliyi, fasiqliyi belə vəsf etmişdir. Deyir, ey günah işləyən kimsə, bir günah işləmisən, sonra da həmən günahın pis aqibətindən və Allahın sənə verəcəyi cəzadan qorxmadan, arxanlıq içində ikinci dəfə eyni bir günah etməyin sənin üçün daha böyük bir günahdır. Günah işləyərkən sağında və solunda əməllərini yazan mələklərdən həya etməməyin, utanmamağın daha böyük bir günahdır. İşləmiş olduğun günaha görə Allahın sənə edəcəyini, nə edəcəyini bilmədiyin halda yenə də gülməyin və arxayın olmağın işləmiş olduğun günahdan daha böyük bir günahdır. Günahı edə bildiyin üçün, ona çatdığın üçün, güc yetirdiyin üçün sənin üçün daha böyük bir günahdır bu. Bir günahı etmək istəyib də onu edə bilməməyin və onun üçün üzülməyin bu daha böyük bir günahdır. Günah işləyərkən qapının cingiltisindən, küləyin pərdələri tərpətməsindən qorxmağın, halbuki Allahın səni gördüyü halda, onu bildiyin halda, qəlbin Allahın qorxusundan titrəmədi və qorxmadın, bu daha böyük bir günahdır. Vay olsun sənin halına. Bilirsənmi, Eyyub aleyhissalamın günahı nə idi ki, Allah onun bədəninə xəstəlik verdi, malını əlindən aldı, onu imtihana çəkdi. Heç bunu düşündünmü? Bu qədər fasiqlik və bu qədər asilik içində Allaha qarşı isyan etmək, sən necə arxayınsan ki, ey adam oğlu, sənə hər an cəza gəlməyəcəyini düşünürsən, arxayınlıq içində yaşayırsan.